İlahi, sənə təsbih deyən dilləri necə yandıracaqsan? Sənə səcdə eləyən üzləri necə odun içine atacaqsan? İnanmıram. İlahi, səni bizə belə tanıtdırmayıblar axı. Sən sənə səcdə eləyənlərə əzab verməzsən. Ay ariflərin son ümidi, son arzusu. Ay pənahı olmayanların pənahı. Ay ariflərin qəlbinin sevimlisi, gəlmişəm. Bütün qapılara getdim, hamının vəfasızlığını gördüm. Qapılar üzümə bağlanıb, indi sənin qapıva gəlmişəm. Ya Allah, tut əlimdən, əlim boşdur. Dünyada tənhayam, ürəyim bir sənə xoşdur. Rəhm eylə, əff eylə, bilirəm qərqi üsyanam, şərmindən giryanam, əməlimdən peşmanam. Ey pənahım, dilbegahım, səcdegahım, çok günahım, senden özge yok gümanım. Yoxumdur ayrı bir dərdim, yenə biçarəyəm yarəm. Məni əff eylə ya Allah, elə avarəyəm yarəm. Birdən desə ki, niyə gecikmisən, indi gəlmisən? Onda cavab ver ki, mən itirmişdim, yolumu azmışdım. Ona görə gec gəlmişəm. Birdən səndən soruşsa, nə gətirmisən? Denən sınıq qəlbimdən başqa heç nəyim yoxdur. Sınıq ürəyimdən, qəmli qəlbimdən başqa heç nəyim yoxdur. Mən kiməm sənin qapıva nə gətirəm? Mən əli boş gəlmişəm, çünki Kərim şəxsin qapısına gəlmişəm. Şahidin dedin sən tək, Xudayı mehribanım var. Əməlsiz bir müsəlmanam, kimə ya Rəbb gümanım var. Qiyamətdə bizə rəhm et, əziz Allah, əzim Allah, Qəfur Allah, Qədur Allah, Rauf Allah, Rəhim Allah. Ey pənahım, qibləgahım, səcdegahım, çox günahım, səndən özgə yox gümanım. Yoxumdur ayrı bir dərdim, yenə biçarəyəm yarəm. Məni əff eylə ya Allah, elə avarəyəm yarəm. Gəda şahın qapısına gələndə nə layiqli şey gətirə bilər? Odur ki, mən əli boş gəlmişəm. Mənim heç nəyim yoxdur, deyən mənim namazım var, deyən mənim orucum var. Mən heç bir əməl sahibi deyirəm. İlahi, hara qovsun yenə də o biri qapıdan gələcəm. Çünki mən başqa bir qapı tanımıram. Buradan da qovulsam da yer tanımıram ora gedən. Birdən desələr, bu cürəti hardan tapmısan, belə danışırsan, dinən ki, sənin rəhmətinə arxalanıram. Özün bizi belə öyrətmirsən. Özün demisən ki, günahkarlar mənim rəhmətimdən ümidsiz olmasın. Güldən xoş bu tər, bizim məst eylə irfandan erişsin aşıqlər. Neçə peymanə Qur'andan, Qur'anı göndərdin,
çəksin xətalardan. Hifz eyle Kur'an'ı öz elinle belalardan. Yoxumdur ayrı bir dərdin, yine biçarəyəm ya Rəbb. Məni əfv eylə ya Allah, elə avarəyəm ya Rəbb. Musa aleyhisselam dua eləyir. Deyir ya Rəbbəl alemin. Ey alimlərin Rəbbi. Allah'tan cavab gəlir ləbbeyk, eşidirəm. İkinci dəfə deyir ya Rəbbəl abidin. Ey abidlərin Rəbbi. Allah'tan cavab gəlir ləbbeyk, eşidirəm. Üçüncü dəfə deyir ya Rəbbəl muznibin. Ay günahkarların Allahı. Üç dəfə səs gəlir ləbbeyk, ləbbeyk, ləbbeyk. Üç dəfə Allah deyir eşidirəm, eşidirəm, eşidirəm. Musa aleyhisselam soruşur, mən deyəndə alimlərin Rəbbi bir dəfə cavab verdin. Deyəndə abidlərin Rəbbi bir dəfə cavab verdin. Amma günahkarların Rəbbi dedim 3 dəfə. Allah buyurur ki, alimin elmi var, abidin ibadəti var. Amma mənim günahkar bəndələrimin heç nəyi yoxdur, heç kəsi yoxdur məndən başqa.